Təcili yığışın eləməmiz gerəkən çox vacib bir söhbət var. Deyəcəksiniz yenə nə olub bu qız bu səsli, küylü hava limanlarından niyə əl çəkmir? Amma bu mövzunu danışmasam çatlayardım. İndi hamınız bura yığışırsınız və biz başlayırıq. Başlıqdan da gördüyün üzərə hal-hazırda biz səndən insanların başqa birinin üzərindəki təsirdən nə qədər təsirləndiyini, başqa birinə nə qədər təsirləndiyini və bundan səbəblərini, niyə belə olduğunu və bunun özünün ən yaxşı versiyasına gedən yolda necə böyük əngəllər olduğunu görməyinizi istəyirəm. Və bu əngəllərin necə olur ki, o məhz zehninin içində qürur yaradır. Biz uşaqlıqdan bəri müxtəlif yerlərdə, yaşlarda, müxtəlif insanlardan bu tip sözləri eşitmişik. Filan kəsin uşağı belədir, sən beləsən, ya yaxşı, ya pis, ümumiyyətlə müqayisələr eşitmişik və avtomatik olaraq başqa birinin uşağının üzərimizdə bir təsiri olub. Atıram, məsələn, hədəfiniz onu keçmək olub və əgər o 4 alıbsa, sizin həmin gün 5 almağınız böyük uğur olub və ya o 4 alıbsa, sizin həmin gün 4 almağınız uğursuzluq kimi sayılmayıb. Ola bilər ki, hal-hazırda deyəsən ki, bu qız nə danışır, amma diqqətlə fokuslansan və özünə baxsan, həqiqətən görəcəksən ki, başqa birilərinin yaşamı sənin üçün meyar olub və mən bunun az öncə şahidi oldum. Bu video belə yarandı, indi sənə onu danışıram. Mən çox uçuş versiyonlarını takan birisi deyiləm. Yəni ekonomla da uçaram, first class'dan da, business class'dan da. Hələ ki suite-lə uçduğum olmayıb, amin. Nəysə, şimdi olayımız nədir? Xanımın biri sıra gözləyir və yüksək bir səslə deyir ki, mən biznes uçağı bu kadar parayı bu sırada böyle gebermek için mi verdim? Ama orada sırada herkes de eyni olur da, yəni bildiyiniz üzere. Və orada birisi yaxınlaşır və deyir ki, arxa fon səsləri, inşallah ki mikrofon udur, inşallah ki sonra eşitmirsiniz. Nə qədər adam burada duty-free'də qalıb onu çağırırlar. Mən öndəyəm, xanım çox arxadadır və buradan adam onun yanına gedir. Yanına gedərkən o da deyir ki, %100 bunun ilk biznes uçuşu deyir və gedir ona tərəf, orada anlatır, izah edir bir şeylər və gəlir. Sonra artıq gözləmə hissəsinə hər kəs keçir və necəsə olur. Bizim söhbətimiz yaranır. Xanım isə deyir ki, mən səyahət eləməyi çox sevirəm, mənim uşaqlıq arzum idi, belə elə və mən soruşuram ki, bu neçənci ölkənizdir? Deyir ki, mən Türkiyədən ikinci dəfədə çıxıram. İşte birinci səfərim Rusiyaya oğlumun yanına idi. Bu isə ikinci səfərimdir və oğlum mənə business class uçuş hədiyyə eləyib. Nə qədər tatlı da elə deyilmi? Ha ha ha. Şimdi orası tatlı, orayı danışdıq keçdi, amma mən indi sənə gəlirəm. Bu o demək deyil ki, o görgüsüzdür, o bunu eləməməli idi, ya da o etik qaydaları bilmirdi, ya da hamı mütləq biznes uçmalıdır, biznesdən uçmayan adamlara baxın necə cahildilər. Deyil. Bu nədir? Qəribə səslənəcək, amma bu bizim özümüzün içimizdəki aşağılıq kompleksini bastırmaq üçün bir şeylərdən istifadə etməmiz və birilərini müqayisə zehniyyətində qalmağımızdır. Sən nə qədər müqayisə zehniyyətində qalsan, o qədər sənə birilərini keçmək məna ifadə eləyəcək. Gəl indi baxaq görək bu müqayisə bizim zehnimizi nə qədər əngəlləyir. Konkret olaraq bir hədəfimiz var. Bir yerə gedəcəyik. Atıram, mən 3-cü pilləkəndəyəm və hədəfləmişəm 20-ci pilləkəni. Sən də görürsən ki, ikimiz 3-cü pilləkəndəyik və 20-ciyə gedirik. 20-ci pilləkəndə tutaq ki, atıramda işte restoran var. Prosta. Və necəsə olur, sən öz yoluna odaqlamısan, mən öz yoluma və birdən başını qaldırırsan, görsən ki, mən artıq çatıram. Sənsə yox. Və o an panikləyirsən. Oyda, ona bax, fidan çatdı, mən qaldım. 100% nə bilim mənə kimsə cadu eləyib, mənim yollarım bağlanıb ya da fidanla bağlı nəsə negativ fikirlər, görəsən o necə çatdı və s. Amma arxa fonda bəzi şeylər var. Ola bilər ki, sənin çiynində çanta var, mənim yanımdadır. No, for example, atıram, yəni ağır deyil mənim üçün. Ya da ola bilər ki, sənin pilləkəninin ölçüsü fərqlidir. Ya da sənin eskalatorun yoxdur. Mən eskalatordan qalxıram və səndə pilləkəndir. Amma sən elə bilirsən ki, sən də eskalatordasan. No, sən eskalatorda deyilsən ona görə ki, sən eskalatordan qorxdun. Və mən eskalatora mindim, sənsə pilləkəndə qaldın. Qorxdun. Sən qorxdun daha çox insana görünməkdən, sən qorxdun biabır olmaqdan, sən qorxdun cəmiyyət tərəfindən seçilməməkdən, mənsə bunların başını buraxdım və yola çıxdım.
Burada qorxu və eskalator bildiyin üzrə sadəcə köçürmələrdir. Mən prosta metafora deyirəm. Və indi mən pisəm, yoxsa sən uğursuz? No, sadəcə olaraq sən özünün üstündə bəzi yükləri saxlamısan. Mən isə onları vaxtında buraxdım. Ola bilər ki, mən vəbşətə aşağıda pilləkənlə eyni tutaq ki, ora tərəf birlikdə gəlirdik bir xanımla və mən 3-cü pilləkəndə olanda görürəm ki, wow, o уже çatıb. Ya da məsələn biz birlikdə gəlmişik başqa bir xanımla atıram. Mən onu görmüşdüm ki, biz qapıdan birlikdə girdik və mən 3-cü pilləkəndə olanda görürəm ki, o уже çatıb. Görəsən necə oldu? Axı mən eskalatordayam. Axı mən görürəm mənim yüküm yoxdur. Niyə belə oldu? Nə ola bilər ki, o arxada başqa qapı var idi. Onunla gəlmişdi. O daha ya da onun atıram fərqli bir kimliyi var, onun icazəsi var. Mənim keçməyə icazəm olmayan bir yerdən keçib atıram prosta, okey? Yəni hansısa başqa bir mənim bilmədiyim bir məsələ var və mən o bilmədiyim məsələni kənara qoyub başlayıram özümü onunla ölçməyə və ona da etiket yapışdırıram özümə də və beləcə nə edirəm? Öz həyatımı tıxıyıram. Çox bəsit bir şeyə oxşaya bilər ki, mən prosta orada bir dənə qadın idi və dedi ki, ayda biznesdə mən sıramı gözləməliyəm və Fidan buradan bunu danışdı. Niyə oldu o? Çünki xanım biznesdən uçmağa bir məna yükləmişdi. Biznes sinifində uçmaq bir üstünlük idi onun zehnində. O artıq ona o qədər məna yükləmişdi ki, artıq o da buna verilmişdi. Fikirləşirdi ki, "Vsyo, mən уже biznes klass uçuram pilotla eyni vaxtda." Gedib deməliyəm ki, mən pilotun yanında yer verin. Və bəzən siz həyatınızdakı hədəflərinizi o qədər çox böyüdürsüz ki, o böyütdüyünüz hədəfin sayəsində özünüzə yüklənirsiniz. Bunu necə göstərə bilərəm? Ən bəsit, illər öncə özümə qoyduğum bir hədəf var idi və hədəfi o qədər çox bəzəmişdim ki, mən o hədəfə çatmışammış, amma xəbərim yox imiş. O dərəcə, yəni hədəf o qədər bəzəmişəm və hədəfin böyür başındakı şeylərə o qədər takılmışam ki, hədəfi görmürəm, tamamı gedirəm sadəcə dümdüz və həyatı hiss eləmirəm. Və indi sənə səslənirəm, həyatında nələrə, hansı mənalara yükləmisən? Sənin üçün nələr bir məna daşıyır? Hansı çanta və ya hansı uçuş və ya hansı yemək və ya hansı eş və ya hansı övlad və ya hansı təhsil səviyyəsi ya da iş? Sənin üçün nələr məna yükləmisən? Səndə həyatında nələr dəngədə deyil? Əgər bir şeyə məna yüklənilibsə, avtomatik orada dəngə yoxdur. Çünki sən ona illüziya, artıq şeylər yükləmisən özündən. Amma o qədər deyil. Həyatında gördüyün şeylər əslində bəsitdir və ona o mənaları sən yükləmisən. Sənə bir şey deyim. Bu arada hani o bəzi insanlar var, onlar olmasa ölərsən, ölmürsən. O da sənin illüziyandır. Bəzən o çıxır gedir və heç nə də olmur. Hətta sən başqa birinə çox gözəl aşiq olur və möhtəşəm bir münasibət yaşayırsan. Bax belə. Və əsas məsələ bu və bu tip videoların davamı üçün şərh yazmağı unutmayın. Çünki bu məni həqiqətən bir anlıq baş vermiş hadisədən video çəkəcək qədər motivə eləyir. Sizi çox sevirəm. Özünüzə çox yaxşı baxın. Neçə özəl videolarda görüşənədək. Hələlik.